Herkese salam. Bugün 6-cı gündür, uşaqlar evdədir. Böyükləri bacılarla saxladım. Mehman da evdədir, gecə smenindən gəlib, yatır. Mən də gedirəm məktəbə, piyada gedirəm. Biraz hərəkət edim deyə. 20 dəqiqəlik yoldur. 15-20 dəqiqə. Mən indi tək gedirəm. Uşaqlarsız tez-tez gedirəm. Harca 1-15 dəqiqə olacam şəhərdə. Bu il Anişanın son zəngidir. 9-cu sinfi qurtarır. Amma 10-cu sinfə gedəcəkdir. 9-u qutaranlar, bir də 10-cu sinfə girməyənlər üçün son zəngdir. Amma opş verilir son zəng. 24-ü son zəngdir. Ona görə bu günləri valideynlər hazırlaşır. Bu günləri məktəbdə görüşürlər. Son zəngə hazırlıq gedir. Bir də ətraflı məlumatlar paylaşacağım. Magazinə girdim. Su almağa. Boğazım qurudu yox gedə. Həm təngi nəfəs oluram məsələ. Bu arada su yalnız limonlu içirəm. Ya da ki adi qazlı. Yəni adi su içə bilmirəm yol gedərkən. Evdə hə. Evdən artıq çıxmışam. Yolun çoxsunu gəlmişəm. Az bir miqdarda yol qalıb çatmağıma. Qrupda mesaj gəldi ki, hamı ağ futbolka giyinsin. Mən də tərs kimi qırmızı futbolka giymişəm. İndi gerək gedən mağazinə ağ futbolka götürüm. Çünki geri qayıtmağa vaxtım yoxdur. Yarım saat qalıb. Məktəbdə hamı yığılmalıdır. Ağ futbolka çoxdur. Beynim getdi. Vallahi xoşlamıram seçim eləməyə. Axırda sadə belə bir futbolka seçdim. Ürəklə. Nəsə də olsun, bəzək olsun. Dəhşət dərəcədə çoxdur. Qaşdı, quşdu. Kəpənəkli bir var idi. Kəpənəkli xoşuma gəldi, amma qara rəngi idi. Heyf, ağ rəngi yox idi.